Həzrəti Əli Əhl-i Beytdən idi, sahabə deyildi. Belə bir şərh yazıblar burada. Həzrəti Əli Peyğəmbərimizin, bəli, Əhl-i Beyti idi. Qızının həyat yoldaşıdır, yəni Fatimənin həyat yoldaşıdır. Ona görə də Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin Əhl-i Beytindən idi Həzrəti Əli. Allah ona razı olsun. Həmçinin də Peyğəmbərimizin sahabələrindən biri idi. Çünki sahabə kimə deyirlər? Yəni sahabə deyəndə biz deyəndə Peyğəmbərimizin sahabələri. Yəni Peyğəmbərimizi görüb, ona iman gətirib və imanları üzrə ölən insanlara nə deyirlər? Sahabə deyirlər ki, Həzrəti Əli də o sahabələrdən biridir, Allah onlara razı olsun. Və həmçinin Həzrəti Əli o şəxsdir ki, Muhammed Peyğəmbər sağ ikən 10 sahabəsini cənnətlə müjdələmişdir ki, onlardan artıq biri də sağ ikən müjdələmişdir cənnətlə. Onlardan biri də Həzrəti Əlidir. Yəni, Həzrəti Əli olduqca fəzilətli bir sahabə olubdur. Və ona görə də həm Peyğəmbərimizin Əhl-i Beytindən sayılır, həm də sahabələrindən.